Her şəkildə. Əgər psixiatriyadan bir psixiatr kimliyim olduğuna görə bunu vurğulayıram. Əslində bizim aqressiya, qəzəb dediyimiz bir çox hallar psixiatrik pozuntuların ilkin əlamətləri və ya xarakter zənn edilən əlamətlərdir. Məsələn, Əsəbidir. diqqət əksikliyi, hiperaktivlik pozuntusu olan bir insan beynindəki neyrotransmitterlərin əksikliyi səbəbilə uşaq vaxtından bəri aqressivdir. Bu deyir, bu kaprizlidir. Bunun dediyi olmasa evi dağıdır, bütün günü qaçır, hamı ilə dalaşır, bütün oyunları pozur. İndi də evlənib, həyat yoldaşına deyir, o dəqiqə olmayanda dava çəkir. Gedir bir bankda növbə gözləyir. Qabağında 5 nəfər olanda başlayır bankdakılar ilə işləyə bilmirsiniz, belə bank olar. Halbuki normal bir prosedurdur və yaxud da ki, dediyiniz kimi yenə maşın sürür, qırmızı işıq yanır. 5 saniyədə qabaqdakı maşın gec tərpənir, başlayır rola vurmağa, əsəbləşməyə, qabağını kəsməyə, bilməm nə. Diqqət əksikliyi, hiperaktivlik pozuntusunu bilməsək, biz deyirik ki, həmin adam aqressivdir. Əlbəttə belə deyəcəyik, hamı psixiatr, psixoloq olmaq məcburiyyətində deyil. Amma bir problem təkrarlayırsa, bir problem narahat edirsə, ətrafdakının diqqətini çəkirsə, bir professionaldan fikir almaqda fayda var. Yenə, məsələn, yaşlılarda çox sıx görülən əlamətlərdən ki, depressiya özünü aqressiya ilə göstərir. Yəni 50-li, 60-lı yaşlarda hər şeyə qarışan, hər şeyə mız qoyan, baxırsan imkanı, şəraiti, vəziyyəti yaxşıdır, amma xoşbəxt deyil. Səhər qalxır, ona söz deyir, buna söz deyir. Gəlinlə yaşayırsa, gəlinə söz atır. Və yaxud da ki, nəvələrinə tərs davranır. Və yaxud da ki, ətrafda olan hamı pisdir, nə bilim, ekonomi pisdir, dövlət pisdir. Hamıya belə bir görürsən ki, içində qaynayan bir aqressiya var. Halbuki arxa planda bir depressiya var. Depressiya özünü aqressiya şəklində göstərir. Və yaxud da deyək ki, bir təşviş pozuntusu olan birisi var, narahatdır. Birinə zəng eləyir, zəng çatmayanda başlayır fikirləşir ki, görəsən öldümü, başına bir şey mi gəldi, maşın qəzaya mı uğradı, uşağı evdədirsə qaz mı partladı və s. şəklində. Telefonu açan kimi sanki sevgisindən aqressiyasını ifadə etməyə başlayır. Siz bilmirsiniz, mən narahatam, yenə belə elədir, niyəsə. Hətta uşaqdırsa, deyək ki, yeniyetmə və yaxud da ki, yeniyetməlik altında bir uşaqdırsa, fiziki şiddətlə qarşılaşır ki, mənim telefonumu niyə açmadım, mən 2 saatda narahatım, işdən çıxıb bura gəlmişəm ki, bəlkə sizi qaz boğdu. Halbuki narahat olacaq bir şey yoxdur. Öz narahatçılığını idarə edə bilmədiyinə görə aqressiyaya çevrildi bu və aqressiya özünü başqalarına şiddət şəklində göstərdi.